Hər vaxtınız xeyir olsun müəllimlər. Bugünkü dərsimiz qiymətləndirmə və qiymətləndirmənin növləridir. İlk öncə baxaq görək qiymətləndirmə nədir? Qiymətləndirmə şagird nailiyyəti barədə informasiya toplamaq kimi tərif edilir. Qiymətləndirmə effektiv öyrənmə və öyrətmə prosesinin əsas elementlərindən biridir. Qiymətləndirmə şagird nailiyyətinə bir çox müsbət təsirlər var. Bu təsirlər hansılardır? Şagirdlərə fəaliyyətləri barədə düzgün istiqamət verir, öyrənmə üçün aydın standartlar müəyyənləşdirir, şagirdin inkişafına davamlı şəkildə aparılmasına, izlənilməsinə şərait yaradır, şagirdin ehtiyaclarını qarşılamaq naminə təlimi tənzimləyir. Bəs qiymətləndirmə nəyə şərait yaradır? Qiymətləndirmə müəllimin öz fəaliyyətini, effektivliyini təhlil etməsinə, gələcək fəaliyyətini planlaşdırmasına, şagirdlərin inkişafını və təlim nailiyyətlərinin izlənməsinə şərait yaradır. Qiymətləndirmə şagirdin qarşıya qoyulmuş təlim nəticələrinə nə qədər çatdığı müəyyənləşdirilməsinə və öz fəaliyyətini planlaşdırmasına şərait yaradır. Qiymətləndirmə təkcə şagirdə qiymət yazmaq üçün deyil, bütün sinifin inkişafını izləmək, lazım gəldikdə təlim proqramına dəyişiklik etmək ehtiyacını üzə çıxartmağa kömək edir. Qiymətləndirmə məzmun standartlarının səmərəliliyini müəyyən edir. Qiymətləndirmə şagird nailiyyətlərini etibarlı şəkildə ölçərək məlumat toplamasını təmin edir. Qiymətləndirmə bir sözlə şagird barədə informasiya toplamağa imkan verir. Bəs araşdırmalara görə dedik ki, qiymətləndirmənin şagirdin nailiyyətinə bir çox müsbət təsirləri var. Bu müsbət təsirlər hansılar oldu? Şagirdlərin fəaliyyəti barədə düzgün istiqamət verməsi, şagirdin inkişafını izləməsi, şagirdin ehtiyaclarını qarşılamaq naminə təlimi tənzimləməsidir. Hazırda şagird nailiyyətinin qiymətləndirilməsində ən əsas çatışmazlıq müəllimin, valideynin və onların təsiri ilə şagirdin öyrənmə prosesinə deyil, son nəticəyə maraqlı olmasıdır. Bir çox hallarda valideynlər müəllimdən övladına qiymət yazılmasını istəyir. Övladları evə gedəndə valideynin ilk sualı nə olur? Bugün neçə almısan? Bugün müəllim sənə neçə qiymət yazıb? Bu cür suallarla valideynlər şagirdlərdə onların öyrənmə prosesinə deyil, son nəticəyə maraqlı olmasını artıq təşviq edirlər. Amma şagirdləri biz nə etməliyik? Şagirdləri o qiymətlə deyil, nəticəni əldə edənə qədər keçdiyi proseslə bağlı nə əldə etdiklərini ölçməliyik. Bu cür yanaşma tamamilə kökündən dəyişməli. Məktəb rəhbərliyi valideynlərlə, müəllimlər də şagirdlərlə bu istiqamətdə mütəmadi olaraq maarifləndirici seminar və iclaslar keçirməlidir ki, cəmiyyətdə bu dəyişiklik rahatlıqla baş versin. Nəhayət, təhsil ictimaiyyəti cəmiyyətə düzgün qiymətləndirmənin şagirdin inkişafındakı əhəmiyyətini anlatmalı və bu işin lazımınca həyata keçirilməsinə dəstək verməlidir. Bəs qiymətləndirmə prosesi hansı ardıcılıqla gedir? İlk öncə qiymətləndirməni standartlara uyğun vasitələr tərtib etməliyik. Şagird nailiyyəti haqqında informasiya toplamalıyıq. Qiymətləndirmə əsasında bir çox addımlar atılmalıdır. Şagirdin göstərdiyi nəticələr sonda təhlil edilməlidir. Qiymətləndirmənin 4 dənə növü var. Milli qiymətləndirmə, beynəlxalq qiymətləndirmə, yekun qiymətləndirmə, bir də məktəb daxili qiymətləndirmə. Milli qiymətləndirmə nədir? Milli qiymətləndirmə müxtəlif siniflərdə ayrı-ayrı fənlər üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədi ilə 3-5 ildən bir aparılan qiymətləndirmədir. Milli qiymətləndirməyə Təhsil Nazirliyi tərəfindən, təhsil ekspertləri tərəfindən keçirilən bir qiymətləndirmədir. Bəs beynəlxalq qiymətləndirmə nədir? Beynəlxalq qiymətləndirmə isə şagirdlərin təlim göstəriciləri əsasında ümumi təhsilin mövcud vəziyyəti barədə təsəvvür əldə etmək, problemləri aşkara çıxarıb, həlli yollarını müəyyənləşdirmək, digər ölkələrlə müqayisələr aparıb, inkişaf perspektivlərini proqnozlaşdırmaq üçün aparılan bir qiymətləndirmədir. Beynəlxalq qiymətləndirmə də 3-5 ildən bir aparılır. Beynəlxalq qiymətləndirməyə beynəlxalq səviyyəli təhsil ekspertləri nəzarət edir və onlar tərəfindən həyata keçirilir. Biz ilk öncə baxaq görək qiymətləndirmənin hansı prinsipləri var. Qiymətləndirmənin həyata keçirilməsində əsasən bir neçə prinsipdən istifadə olunur. Ən çox uyğunluq və etibarlılıq prinsipindən istifadə olunur. Amma qiymətləndirmənin şəffaflıq, etibarlılıq, obyektivlik, qarşılıqlı əməkdaşlıq kimi prinsiplər də var.
Qiymətləndirmənin həyata keçirilməsində ən çox istifadə olunan uyğunluq və etibarlılıq prinsipidir. Uyğunluq prinsipi nədir? Uyğunluq dedikdə hazırlanmış tapşırıqlar həqiqətən nəzərdə tutulanı ölçürmü? Başqa sözlə desək, qiymətləndirmə əvvəlcədən planlaşdırılan bilik və bacarıq üzrə olan sahələri ölçməlidir. Şagirddə nəzərdə tutulan bilik və bacarıqları formalaşdırıb, nəzərdə tutulmayan bilik və bacarıqları ölçmək olmaz. Yəni ki, biz şagirdə hansı mövzuda dərs keçmişiksə, o mövzuya da uyğun qiymətləndirmə aparmalıyıq, o mövzuya uyğun tapşırıqlar verməliyik, suallar verməliyik və həmin bilik və bacarığa uyğun qiymətləndirməmizi aparmalıyıq və şagirdlərin nailiyyətini ölçməliyik. Bu prinsipə aparılan qiymətləndirmə şagirdlərin təlim nəticələrindən hansına nə dərəcədə çatdığını asan şəkildə göstərə bilir. Etibarlılıq prinsipi nədir? Etibarlılıq prinsipi odur ki, bu qiymətləndirmə şagirdlərin nəticələrindəki davamlılıq nəzərdə tutulur. Davamlılıq nədir? Yəni şagirdlərin eyni qiymətləndirmə tapşırıqlarını fərqli zamanlarda etdiyi zaman aldığı nəticələrin maksimum dərəcəsi ilə eyniləşdirilməsidir. Məsələn, deyək ki, şagird noyabr ayında etdiyi qiymətləndirmə zamanı 80% nəticə göstərib, amma fevral ayında eyni qiymətləndirmə tapşırığını təkrar etdikdə nəticə 80-ə yaxın olmalıdır. Bu tapşırıqlar, bu qiymətləndirmə arasında kəskin fərq müşahidə edilərsə, məsələn, deyək ki, əvvəl şagird 80% göstərib, ikinci qiymətləndirmədə 60% nəticə göstərib. Deməli, artıq bu nəticə etibarlı deyil. Bu şagirdin bu qiymətləndirməsi arasında kəskin fərq nəzərə çarpır. Ona görə də bu şagirdin nəticəsi etibarlı olmur. Etibarlılığın başqa göstəricisi isə eyni mövzular üzrə, lakin fərqli tapşırıqlar verildiyində şagirdin nəticəsində eynilik nəzərdə tutulur. Məsələn, şagird kəsəgə zamanı bölmə ərzində keçilmiş mövzulardan qiymətləndirmə tapşırığı edərkən 80% nəticə göstərir. Bu zaman şagird həm bölmə ərzində keçilmiş həmin mövzulardan, lakin əvvəlkindən fərqli qiymətləndirmə tapşırığı etdikdə əldə olunan nəticənin 80% ətrafında olması nəticənin etibarlı olduğuna gətirib çıxarır. Əks halda isə etibarsız sayılır. Qiymətləndirməni haqqında olan məlumatları ümumiləşdirək. Qiymətləndirmə hər bir fən kurikulumunda məzmun standartları və onların mənimsənilməsi üçün istifadə edilən strategiyalarla yanaşı, nail olunmuş təlim nəticələrinin, əldə edilmiş bilik və bacarıqların qiymətləndirilməsi məqsədi ilə müvafiq qiymətləndirmə standartlarının nümunələrindən də istifadə olunur. Məzmun standartları inteqrativ təlim nəticələri olub, şagirdin müvafiq bilik, bacarıq və dəyərlərə nail olmaqla səviyyəcə dəyişməsini təmin edir. Bir sözlə qiymətləndirmə nə idi? Şagirdin nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir. Qiymətləndirmə standartı məzmun standartlarının hansı səviyyədə reallaşdığını yoxlamaqla baş vermiş dəyişikliklərin dərəcəsini müəyyən edir. Qiymətləndirmə standartları 4 səviyyə üzrə sxemlər şəklində hazırlanır. İndi gəlin baxaq görək. Məktəbdaxili qiymətləndirmənin birinci növü olan diaqnostik qiymətləndirmə. Diaqnostik qiymətləndirmə nədir? Diaqnostik qiymətləndirmə müəllimə şagirdlərin güclü və zəif tərəflərini, bilik və bacarıqlarının mövcud vəziyyətini müəyyənləşdirməyə imkan verən ilkin qiymətləndirmədir. Bu qiymətləndirmə növü müəllim üçün bir növ barometr rolunu oynayır. Yəni müəllim şagirdin ilkin biliklərini ölçür. Diaqnostik qiymətləndirmə dərsi effektiv şəkildə planlaşdırmağa imkan verir. Tədrisin effektiv qurulmasına şərait yaradır. Diaqnostik qiymətləndirmə nə zaman aparılır? Yeni dərs ilinin əvvəlində, ikinci yarım ilin əvvəlində, bölmənin əvvəlində, məktəbdən məktəbə şagird keçdikdə, şagird sinifdən sinifə keçdikdə biz həmin şagirdin ilkin biliyini yoxlamaq üçün diaqnostik qiymətləndirmə aparırıq. Diaqnostik qiymətləndirmənin məqsədi nədir? Təlimi planlaşdırmamışdan əvvəl şagirdin bilik, bacarıq və yanlış bildiyi məsələləri müəyyənləşdirmək və effektiv təlimin təşkil edir. Diaqnostik qiymətləndirmə növü tədrisin fərdiləşməsinə imkan verir. Biz diferensial təlimi keçəndə nə dedik? Diferensial təlimdə şagirdlərin İlk öncə biz marağını öyrənirik, hazırlıq səviyyəsini öyrənirik. Ona görə də diaqnostik qiymətləndirmədən istifadə etmiş oluruq. Diaqnostik qiymətləndirmənin nəticəsi
jurnalda yazılmır. Diaqnostik qiymətləndirmə rəsmi qiymətləndirmə deyil. Diaqnostik qiymətləndirmə ilə bağlı yazılı qeydlər harda aparılır? Şagirdin portfolyosunda, fərdi qovluğunda saxlanır. Diaqnostik qiymətləndirməni effektiv aparmaqla müəllim şagirdlərin artıq mövzu ilə bağlı nə bildiklərini və nəyin öyrənilməsinə ehtiyac olduğunu dəqiqləşdirə bilir. Diaqnostik qiymətləndirmə bütün qiymətləndirmədən əvvəl aparır. Baxın, diaqnostik qiymətləndirmədə əvvəl sözü var. Əvvəl sözü açar sözdür. Diaqnostik qiymətləndirmə bütün qiymətləndirmədən əvvəl aparılır. Diaqnostik qiymətləndirmə üçün nəzərdə tutulmuş tapşırıqlar həm şagirdlərə bölmə sonunda nələr öyrənmiş olduqlarını müəyyənləşdirmək üçün istifadə etmək olar. Biz diaqnostik qiymətləndirmədən sonda da istifadə edə bilərik. Lakin sonda bu qiymətləndirmədən istifadə etməyimiz diaqnostik qiymətləndirmə keçirməyimiz anlamına gəlmir. Bu cür istifadənin başqa bir üstünlüyü də var ki, şagirdlər yeni bölmə haqqında ilkin biliklərini yoxlayır və bölməni keçib mənimsədikdən sonra eyni sorğu, testi təkrar işləyib nəticələrini müqayisə etmiş olublar. Diaqnostik qiymətləndirmə müəyyən bir bala və ya düzgün cavablarının sayını nəzərdə tutan bir rəqəmə qiymətə əsaslanmır və şagirdlərin yekun qiymətləndirməsinə təsir etmir. Təlim məqsədləri nədir? Təlim məqsədi odur ki, diaqnostik qiymətləndirmə təlim məqsədlərini və strategiyalarda çeviklik dəyişikliyi etməyə şərait yaradır, şagirdin ümumdünya görüşünü müəyyənləşdirir, şagirdin psixoloji vəziyyətini öyrənməyə kömək edir, müəllimin hansı metoddan istifadəsini müəyyənləşdirir, şagirdin bilik səviyyəsini yoxlayır. Diaqnostik qiymətləndirmə zamanı hansı suallara cavab tapmaq mümkündür? Şagirdlər artıq nəyi bilirlər, şagirdlər nəyi bilmirlər, şagird digər şagirdlərlə müqayisədə təlim nailiyyətlərinə görə hansı səviyyədədir, şagirdin təlim nailiyyətini necə inkişaf etdirmək olar. Diaqnostik qiymətləndirmə şagirdlər üçün risk təşkil etmir, rəsmi qiymətləndirmə deyil. Şagirdlərdə, çünki niyə risk təşkil etmir? Çünki onun güclü və üzərində işləməli olan tərəflərini ortaya çıxaran bir qiymətləndirmədir. Ona görə də şagirdlər üçün risk təşkil etmir. Diaqnostik qiymətləndirmənin vasitələri hansılardır? Hansı iş üsullarından istifadə edərək apara bilərik? Biz iş üsullarını keçəndə demişdik. Bir böldü, klasterdir, sinif müzakirəsidir. Bu üsullardan istifadə edərək biz diaqnostik qiymətləndirməni apara bilərik. Sonra müəllimlər, biz məktəb daxili qiymətləndirmədən danışdıq. İndi biz yekun qiymətləndirmədən danışaq. Yekun qiymətləndirmə nədir? Yekun qiymətləndirmə odur ki, şagirdlərin 9-cu sinifi bitirəndə, bir də 11-ci sinifi bitirəndə keçirilən qiymətləndirmədir. Hansı ki, şagirdlər sonunda dövlət sənədi əldə edirlər. Hal-hazırda bizim keçirdiyimiz şagirdlərin keçdikləri imtahan var ki, buraxılış imtahanı. O yekun qiymətləndirmədir. Yəni, bir 9-cu sinifin sonunda aparılır, bir də 11-ci sinifin sonunda aparılır. İndi biz keçək növbəti qiymətləndirməmiz olan müəllimlər. Summativ qiymətləndirməyə. Formativ qiymətləndirmə qalsın ikinci hissəyə. Çünki formativ qiymətləndirmə geniş bir qiymətləndirmədir. Ona görə də biz bugün həm diaqnostik, həm summativ qiymətləndirmə haqqında birinci hissədə öyrənsək kifayət edir. Gəlin baxaq görək, summativ qiymətləndirmə nədir? Summativ qiymətləndirmə məktəb daxili qiymətləndirmənin bir növüdür. Yəni, rəsmi qiymətləndirmələrdən biridir. Summativ qiymətləndirmə niyə rəsmidir? Belə bir sual ortaya çıxır. Summativ qiymətləndirmə ona görə rəsmidir ki, summativ qiymətləndirmənin nəticəsi jurnalda yazılır. Jurnal da dövlət sənədi olduğuna görə bu qiymətləndirmə rəsmi qiymətləndirmə sayılır. Summativ qiymətləndirməni 100 ballıq şkala ilə ölçürük. Summativ qiymətləndirmə nə idi? Şagirdin təlim nailiyyətlərini ölçülməsidir. Summativ qiymətləndirmənin özü 2 yerə bölünür. Kiçik summativ qiymətləndirmə, bir də böyük summativ qiymətləndirmə. Summativ qiymətləndirmə şagirdin məzmun standartına yönəlmiş nailiyyətini ölçən, yəni şagirdin hansı alt standartın tələblərinə nə qədər yiyələndiyini ölçən bir qiymətləndirmədir. Summativ qiymətləndirmədə ölçmək sözü var müəllimlər. Baxın, summativ qiymətləndirmədə izləmək yoxdur. Şagird fəaliyyətini izləmək yoxdur. Şagird fəaliyyətini izləmək formativ qiymətləndirmədir. Amma summativ qiymətləndirmədə sadəcə şagirdin nailiyyətini ölçmək nəzərdə tutulur. Summativ qiymətləndirmədə dedik 2 növü var. Kiçik summativ, böyük summativ. Kiçik summativ qiymətləndirmə nədir? Kiçik summativ qiymətləndirmə aparılır
2-ci sinifdən 11-ci sinifə qədər. 1-ci sinifdə nə BSG var, nə də KSG var. 1-ci sinifdə sadəcə formativ və diaqnostik qiymətləndirmə aparılır. Amma KSG, kiçik summativ qiymətləndirmə, 2-ci sinifdən 11-ci sinifə qədər bütün fənlərdə aparılır. Kiçik summativ qiymətləndirmə də rəsmi qiymətləndirmədir. Kiçik summativ qiymətləndirmə nə zaman aparılır? Bölmənin sonunda. Biz hər hansı bir bölməni keçirik, mövzunu keçirik, hər hansı bir tədris vahidini keçəndən sonra həmin bölmənin sonunda keçirdiyimiz qiymətləndirmə kiçik summativ qiymətləndirmədir. Kiçik summativ qiymətləndirmə yarım il ərzində 3 dəfədən az, 6 dəfədən çox olmamalıdır. Yəni biz ən azı 3 dəfə keçirə bilərik, ən çoxu 6 dəfə keçirə bilərik. Bu kiçik summativ qiymətləndirmələrin arasında nə qədər vaxt verməliyik? 3 həftə. 3 həftədən az olmamalıdır. 3 həftədən 3 həftə, 4 həftə ara verməklə kiçik summativ qiymətləndirməni keçirə bilərik. KSG-də üzürsüz səbəbdən gəlməyən uşaqlara 0 yazılır. Amma üzürlü səbəbdən əgər gəlmirsə, həmin şagird arayış gətirməlidir, daha sonra müəllimə xəbərdarlıq etməlidir. Bu zaman üzürlü səbəbdən olur. Yox, əgər üzürsüz səbəbdən gəlmirsə, onda şagirdə 0 qiyməti yazılır. Üzürlü səbəbdən gəlməyəndə isə biz şagirdi gözləməliyik. Növbəti KSG-yə qədər şagirdi gözləməliyik. Şagird də gələndə biz ona yeni test verməliyik. Yəni işlənmiş testi vermək olmaz. Çünki onda köçürmə halı baş verə bilər. Ona görə də biz həmin şagirdə yenidən test tərtib edirik, yeni test təqdim edirik. Daha sonra KSG-nin nəticəsini biz jurnalda qeyd edirik. Çünki rəsmi qiymətləndirmədir. Bir də şagirdin gündəliyində qeyd edirik. Bəs indi baxaq görə müəllimlər, böyük summativ qiymətləndirmə nədir? Böyük summativ qiymətləndirmə rəhbərlik tərəfindən aparılan bir qiymətləndirmədir. Kiçik summativ qiymətləndirmə müəllimlər kim tərəfindən aparılır? Müəllim tərəfindən, fən müəllimi tərəfindən aparılır. Amma böyük summativ qiymətləndirmə rəhbərlik tərəfindən aparılır. Böyük summativ qiymətləndirmə 4-cü sinifdən başlayır, ilk dəfə ibtidailərdə başlayır və bütün fənlərdən keçirilir. Deməli, BSG 4-cü sinifdən başlayır, ibtidailərdə keçirilir, ilk dəfə bütün fənlərdən keçirilir. 4-cü sinifdən 11-ci sinifə qədər BSG davam edir. Amma 4-cü sinifdə, 9-cu sinifdə, bir də 11-ci sinifdə BSG bütün fənlərdən keçirilir. Amma digər siniflərdə, deyək ki, 6-dır, 7-dir, 8-dir, bu siniflərdə BSG yalnız buraxılış fənlərindən keçirir. Yəni 3 fəndən, Azərbaycan dili, ingilis dili, riyaziyyat, buraxılış fənlərindən keçirir. BSG-nin də nəticəsi rəsmi olduğuna görə jurnalda qeyd olunur, bir də şagirdin gündəliyinə yazılır. KSG-də də olduğu kimi üzürlü səbəbdən şagirdə üzürsüzdürsə də 0 yazılır, üzürlüdürsə də şagird növbəti BSG-yə qədər gözlənilir. Şagirdə 1 həftə, 2 həftə vaxt verilir və şagird gələndə həmən şagirdə yeni test tapşırığı verməklə BSG-ni keçirmək olar. Əgər şagird öz nəticəsindən narazı qalarsa, bu zaman summativ qiymətləndirməni yenidən keçirmək olar. Summativ qiymətləndirmə zamanı müəllimlər bəzən köçürmə halları baş verir. Müəllimlərə belə bir sual da verilə bilər ki, əgər summativ qiymətləndirmə zamanı köçürmə halı baş verərsə, müəllim nə etməlidir? O zaman müəllim əvvəlcə şagirdlərə qaydaları xatırlatmalıdır. Test tapşırığı başlamamışdan əvvəl qaydaları xatırlatmalıdır. Şagirdlərə təlimatları verməlidir, təlimatları oxumalıdır. Şagirdlər xəbərdar olmalıdırlar qaydalardan. Əgər yenə də şagirdlər qaydalara əməl etməzlərsə, köçürmə halına yol verərlərsə, o zaman həmin şagirdin nəticəsi ləğv olunur və ona 0 yazılır. Summativ qiymətləndirmə, rəsmi qiymətləndirmə olduğu üçün orada köçürmə halına yol vermək olmaz. Bəs nə qədər vaxt müddətində aparılır? KSG bir dərs ərzində, yəni 45 dəqiqə, amma BSG 45 dəqiqə və yaxud da 90 dəqiqə aparıla bilər. Summativlər haqqında da bu qədər müəllimlər. İnşallah ikinci hissəmizdə keçəcəyik formativ qiymətləndirməyə. Sağ olun, salamat qalın.